أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد السلام عليكم ورحمة الله وبركاته. Değerli Müslümanlar, namaz qılarkən şək etmək nədir? Biz yaxın keçmişdə bir neçə gün bundan öncə səhv səzdəsi barəsində dərsimiz oldu. Var səhv, var şək. Bu dərsimiz şəkdən ibarət olacaq, səhvdən deyil. Səhv nədir? Yəni bir işi xətalı etdim, düz etmədim. Burada ruku etməliydim, etməyib davam eləmişəm, başqa iş görmüşəm. Bu səhvdir. Bir də var şək. Şək nədir? Bilmirəm, etmişəm ya etməmişəm. Deməli, həmin hərəkətin edib edilməməsi barəsində edilən bir düşüncədir ki, görəsən mən Fatihəni oxudum və yaxud da ki, mən neçənci rükətdəyəm, səcdələri etmişəm, səcdədə zikri demişəm ya yox. Bax, bunlar şəkdir. Bu cür hallar kimin başına gəlsə, buna görə namaz pozulmaz. Bunun da dində çox sadə, primitiv bir çarəsi vardır. Ona görə də öyrənək, hər bir səhvə, şəkkə görə namazımızı pozmayaq ki, həm özümüz beləcə inciməyək, həm də ki, dini ağırlaşdırmayaq. Allah bizim üçün rahatlaşdırıbsa, biz bunu çətinə salmayaq. Və heç kəs də belə düşünməsin. Yox, mən istəyirəm namazım tərtəmiz olsun. İçində bir şəkki, şübhəsi olmasın. Bu yanlış sözdür. Çünki sən bunu nə qədər də arzulasan, şeytan sənə aman verməyəcək. Bir yerdə bir düşüncə və bir şübhə salacaq. Ona görə də bunu Resulullahın öyrətdiyi şəkildə təmin edəndə o zaman bu qaydasına düşür və beləliklə də şeytana burada yol vermirsən. Dəyərli dinləyicilər, burada bir həssas məqamı da diqqətinizə çatdırım. Var şək, bir də var şübhə. Bunun özü də iki qismdir. Şək və şübhə. Şək nədir? Şübhə nədir? Şək, mən ruku etdim, yoxsa etmədim. Biraz ciddilik var burada. Yəni, nəsə etməmişəm deyəsən. Burada bir şey var. Buna deyirlər şək edirəm. Şübhə isə heç bir şey yoxdur. Yersiz gələn problemdir. Yersizdir. Bu şübhədir. Şübhədir, yəni yersizdir. Necə ki, bir var ki, bir nəfəri, bir qızı bir oğlanla gördün. Şək edirsən ki, bu oğlan kimdir bu qızın yanında? Misal üçün, yəni namaza uyğun olmasa da daha aydın olsun deyə deyirəm. Bir də ki, bu bizdəki duyğulardır. Biz duyğuların əslində düzgün adını bilməliyik. Qarışdırmamalıyıq bir-birinə. Gördün bir qız bir oğlanın yanında, şək edirsən. Bu kimdir görəsən? Bax, buradakı kimdir görəsən fikri şəkdir. Çünki ortada bir şey var. Bir oğlan bir qızladır. Oğlanı tanıyırsan, deyirsən bu qız kimdir bunun yanında? Bu şəkdir. Şək edirsən buna. Haqlısan burada. İncələyə bilərsən. Bir də var, yersiz yerə düşünür insan. Görəsən bu kiminləsə gəzir dolanır. Yəni, heç nə görməyib, heç nə eşitməyib, sadəcə olaraq içinə bir fikir gəlir. Bax, bu şübhədir. Şübhə birbaşa şeytanın silahıdır. Yersiz başladır əvvəl. Yersiz başladır, sonra bir hadisəni görəndə deyir, aha, mən bir dəfə də bundan şübhələnmişdim. Bax, şübhə düzgün deyil. Şübhə şeytandandır. Ona görə də namazda yadda saxlayaq. Haçansa, hansıysa məsələdə içimə yersiz bir problem çıxsa, bax, namazı başlamışam, namazı qılıram, qəflətən içimə bir şübhə gəlir. Mən dəstəmaz aldım,
Bax, bu şübhədir. Anında qov, qətiyyən reaksiya vermə. Şeytandır, gəlir, elə belə beyninin sol yarım kürəsinə bir impuls buraxır, bir siqnal buraxır. Və sən deyirsən, görəsən mən dəstəmaz almışammı? Bax, aldım ya almadım. Bax, bu fikirlər başlayır sənin beynini qarışdırmağa. Və beləliklə də namazdakı xuşunu səndən alır. İkinci rükətdəsən, yersiz yerə bir plan fikir girir başına. Mən birinci rükətdə Fatihəni oxudum, görəsən. Bax, bunlar şübhədir. Bu cür fikir başa gəldisə, rədd elə getsin. Əgər ardıcıl gəlirsə, hətta bir dəfə deyə bilərsən, Əuzu billahi minəşşeytanirracim. Deyə bilərsən. Bu şübhədir. Qoy rədd olsun, getsin. Amma əgər şək gəlsə sənə, şək nədir? Yəni şübhə deyil, yerli bir şeydir. Nəsə var ortada. Namaz qılırdım, qəflətən başıma bir fikir girdi. Mən ikinci rükətdəyəm, üçüncü rükətdəyəm. Bax, yeri var bunun. Yəni bu cür problem ola bilər. Çünki ola bilər də namazın içində başıma bir fikir girdi, hansıysa başqa bir söz, söhbət. O sənin başını qarışdırdı, rükətdə səhv etdin. Ki, Rəsulullahın da rükət sayında səhvi olub. Rükət sayında. İkinci rükətdə namazı tamamlayıb çiyinlərə salam verib. Deyiblər, ya Rasulullah, 4 rükət qılmalıydıq axı. Deyib, subhanallah, mən səhv etmişəm. Durublar, hamısı namazlarını qılıblar. Deməli, Rəsulullahda da olubsa, bizdə də olması mümkündür. Yəni, kimsə deməsin ki, məndə heç olmur belə şey. Olmursa, nə gözəl. Amma olanlara da, səndə niyə bu olur demə, bu mümkündür. Zamanla, yaşla, yaşanan problemlərlə insan xəyallarında, beynində bir qarışıqlıq olur. Allah kiməsə yaşatmasın. Deməli, bu cür olanda nə etməliyik? Deməli, əgər şək düşdüsə beynə, mən birinci rükətdəyəm, yoxsa ikinci rükətdə. Və yaxud da ki, 2-dəyəm, 3-dəyəm, 3-dəyəm, 4-dəyəm, fərq etməz. Hansı isə rükət sayında 2 rəqəm gəldisə, 3-dəyəm, 4-dəyəm. Belə bir plan gəlsə, dayan, namazın sözlərini saxla, bir an düşün. Daha dəqiqələrlə yox, misal üçün 5-10 saniyə düşün. Yadına sal, neçənci rükətdir. Biraz ehtimal yadına gəldisə ki, mən ikinci rükət, bayaq təşəhhüdü demişdim. Bir şey gəldisə, daha heç nəyi saxlama. Qərarı qoy həmin fikrin üzərində davam elə namazına. Çünki bundan sonrası şübhədir. Şübhəni rədd elə. Şəkki düzəlt, rədd elə şübhəni. Namaza, yəni biraz da zənnin nəyəsə gəlsə, o doğrudur. Onu et, namazını qıl, tamamla həmən formada. Daha heç bir işə də ehtiyac yoxdur. Yox, heç cür qərarlaşdıra bilmədin. 1-dəyəm, 2-dəyəm, qəti qərarlaşdıra bilmədinsə, daha orada 5 dəqiqə, 10 dəqiqə fikirləşməyə dəyməz. Nə edirsən? Aşağını götürürsən. Rasulullah sallallahu aleyhi və səlləm belə hökm vermişdi. Əgər şəkkin qərarlaşdırıla bilməsə, aşağını götür. Yəni 3-dəyəm, yoxsa 4-də 3-ü götür və deyir, aşağını götür ki, düz olsa, düzdür. Səhv olsa, nə etmiş olarsan? Bir rükət sənin üçün kəffarədir. Sənin kəffarəndir. Yəni, bir rükət sənin üçün, üzr istəyirəm, sədaqədir. Sənin üçün sədaqədir. Yəni ki, buna görə zərər çəkməzsən. Bilə-bilə belə etmək olmaz, yəni bir rükət çox qılım, əyri əskiyi düzəldim. Yox, olmaz. Hətta səhv səcdəsini belə etməmisənsə səhv səcdəsi, onu da etmək olmaz. Ki, edim də bəlkə bir xəta etmişəm. Yox, olmaz. Yoxdursa bir şey yoxdur. Varsa etməlisən. Deməli, bu cür olanda aşağı rükəti götürürsən. 1-dəyəm, yoxsa 2-də, götür 1-i. 3-dəyəm, yoxsa 4-də, götür 3-ü. Aşağını götürürsən və namazı davam edirsən. Namaz bitəndən sonra səhv səcdəsi edirsən. Çünki şəkli bir yer qaldı. Ona görə də şək gedəndən sonra, şəkkivə əməl edəndən sonra səhv səcdəsi edilir.
Amma şək qalmadısa, yəni ehtimal biraz nəyəsə doğru getsə, onu eləsən, o zaman səhv səzdəsinə də ehtiyac qalmır. Bu rükətdəki şək idi. Bu şək eyni zamanda səcdədə də ola bilər. Səcdə eləmisən, səcdədə düşünürsən, mən bir səcdə elədim, iki səcdə elədim. Əgər həmən yerdəsənsə, yəni oturduğun yerdəsənsə, şək eləyirsən, bir səcdədir, iki səcdə. Bax, belə olanda bir dəfə də səcdə elə, aşağını götür. De ki, bir səcdə eləmişəm. Aşağını götür, səcdə elə. Səcdə elə, yəni birdən sonradan yadına düşdü ki, sonradan ay yadıma düşdü, bəli, mən 2 dəfə səcdə etmişdim, bir dəfəni də etdim, bu 3 olub. Yəni onun zərəri yoxdur, narahat olma. Bilə-bilə 3 dəfə səcdə eləsən namaz batildir. Amma şək eləmişdin, şəkki belə eləmişdin, sonradan gerçək yadına düşdü deyə onun zərəri yoxdur. Zaten namazdan sonra danışdığımız kimidir. Hər bir şəkkə görə namazdan sonra səhv səzdəsi eləyirsən. Yəni 3 dəfə olsa 3 səhv səzdəsi etmirsən. Yəni bir dəfə. Yəni şək olubsa namazda səhv səzdəsi edirsən. Zaten səhv səzdəsi onu düzəldəcək. Deməli, səcdələrin sayında şək eləsən, onda da aşağını götürürsən. Aşağını götürürsən və namazdan sonra bir səhv səzdəsi edirsən. Bu iş düzəlir səcdədə. Birdən qalxmışdın ikinci rükətə ya üçüncü rükətə. Yuxarıda Fatihəni oxuyanda yadına düşsə ki, mən bir səcdə elədim, iki, o zaman o şəkkir şübhəyə salırsan. Bu şübhədir, şək deyil. Çünki yerindən keçib. Yerindən keçibsə daha onu etmirsən. O şübhədir, şeytandır, vəsvəsə verir. Əməl etmə. Yəni həmən əməlin üstündən o biri əmələ keçmisənsə, o şübhələri rədd elə getsin. Onlara əhəmiyyət vermə. Eyni zamanda təşəhhüd də belədir. Təşəhhüddə də şək necə olur? Təşəhhüddə şək budur ki, qalxdım üçüncü rükətə, yadıma düşdü ki, mən təşəhhüd demişəm ya yox. Əgər tam qalxmısansa, keçib ondan. Daha o səhv səzdəsi eləyəcəksən, düzələcək. Yox, əgər tam qalxmamısansa, qalxa, şübhə gəldisə ki, mən təşəhhüd demişəm ya yox, otur. Otur, təşəhhüdü de. Zaten təşəhhüdü de, şək eləyirsən də dəqiq bilmirsən. Təşəhhüdü de, namazdan sonra səhv səzdəsi edəcəksən. Fatihə surəsinə gəldikdə, Fatihə surəsində edilən şək. Əgər sən Fatihə surəsindən sonraki surəni oxuyursan, yəni kiçik surələrdən birini oxuyursan, qəflətən yadına düşdü, mən Fatihəni demişəm. Bir an düşün, əgər heç bir fikir gəlməsə və biraz şübhə, şək güclü olsa ki, yox, mən Fatihəni deyəsən deməmişəm. O biraz güclü olsa, saxla surəni, qayıt Fatihəni oxu. Fatihəni oxu, sonra surəni oxu. Və namazın belə davam elə, zaten namazdan sonra səhv səzdəsi edəcəksən. Çünki danışdığımız kimi, hər şəkkə görə namazdan sonra səhv səzdəsi var. Yəni bir ən azı səhv səzdəsi edəcəksən. Ki, yəni hansıysa şəkkə əməl eləmisən namazda. Yəni şəkk elədin, Fatihəni demişəm ya yox. Qayıtdın, Fatihəni dedin. Buna görə səhv səzdəsi var bir dəfə. Çünki bəlkə demişdin Fatihəni. O bəlkə demişdinə görə səhv səzdəsi edirsən. Birdən Fatihə surəsi şübhə kimi gəlsə, yəni biraz zənnin olsa ki, yox demişəm, bu şübhədir. O zaman rədd et, o şübhəni getsin. Elə kiçik surəni oxu, namazı davam elə. Amma rukuya getdikdən sonra yadına düşsə ki, bəli, mən Fatihəni oxumamışam. Boş surə oxumuşam, kiçik surə oxumuşam. Bu dəqiq bilinəndən sonra qayda belədir. Bu əməlin içindən, bu vacib əməlin içindən çıxıb o biri vacibə qayıtmaq olmur. Ona görə də belə olsa, Fatihənin hökmü vacibdir.
Yani Resulullah demişti, Fatihası olmayan rükət sayılmır. Ona görə də sən rukuya getmisən deyə Fatihanı oxumamısan. Deməli, sənin həmən rükətin sayılmır. Sən hələ namazı davam eləyirsən, ruku, səzdələri edirsən, təzədən qalxırsan, təzədən həmən rükəti qılırsan. Bəli, həmən rükəti təzədən qılırsan. Yəni, ikinci rükətin Fatihəsini oxumamışdınsa, ruku, səzdələrdən sonra qalxırsan, ikinci rükəti yenidən qılırsan. Namaz 2-dən davam edir. 3, 4. Əgər üçüncü rükət idisə, elə eyni ilə belə. Üçüncü rükəti yenidən qılırsan. Dördüncü rükət idisə, rukuya getmişdinsə, dördüncü rükətdən qalxırsan, təzədən dördüncü rükəti qılırsan. Çünki Fatihəsi olmayan rükət sayılmır. Beləliklə də namaz tamamlanandan sonra yenə danışdığımız kimi şəkkə görə və yaxud da ki, bu konkret səhv idi. Səhvə görə səhv səzdəsi edirsən. Çünki ortada artıq işlər görmüsən. Deməli, Fatihəni unudulsa, həmən rükət yenidən qılınır. Çünki Fatihə vacibdir. Ruku etməsən, birbaşa səcdəyə getsən, ruku da vacibdir. Birbaşa səcdəyə getsən və sonra ayılsan ki, mən ruku etməmişəm, səcdə etmişəm, o zaman yenə də həmən rükəti təzədən qılırsan. Çünki ruku vacibdir. Belə dəyərli müsəlmanlar. Deməli, şək şübhə ilə qarışdırılmasın. Şübhə rədd edilir, şəkkə isə əməl edilir. Şəkkə əməl edilir ki, şəklə namaz qalmasın. Amma istənilən şək birdən namazda 2 yerdə olsa, 3 yerdə olsa, oldu da insandır da çox duyğuları qarışıb, nəsə bir ciddi problem yaşayır, başı yaman qarışıqdır, yaxşı hal deyil, amma yenə də insanlıq bəzən belə hallar insan yaşayır, Allah qorusun. Əgər namazda 2 dəfə belə bir şək yeri olsa və yaxud da 3 dəfə şək yeri olsa, səhv səzdəsini 2 dəfə ya 3 dəfə etməzlər, 1 dəfədir. Yoxsa bir dəfə Fatihənin şəkki, bir dəfə təşəhhüdün şəkki, elə şey yoxdur. Bir şəkkin əvəzinə səhv səzdəsi edirsən, o ona bəs edir. Əgər burada hansıysa bir məsələ unudulubsa ki, sizdə bu baş verir, onu ya yorumlarda ya da ki WhatsApp'da yazıb sualı cavabını öyrənə bilərsiniz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.